Salam, mən bugün qazan kotleti hazırlayacağım. Biraz fərqli formada. Yəni, kartuşkanı, kotletləri qızardacağım və noxud əlavə edəcəm ora. Gördüyünüz kimi noxudu axşamdan islatmışam, şişib. Mənim 1 kiloqram ətim var burada. Ətin üzərinə 3 ədəd soğan tyorkadan keçirirəm. Duz, 1 çay qaşığı qara istot, 1 çay qaşığı qurudulmuş reyhan, 1 çay qaşığı zəncəfil tozu, ətlərə ləzzət qatır, ləzzətli eləyir. Yaxşıca qarışdırıb küftələrimi tuturam, kotletlərimi yəni. Türklərin dilində də köftələrimizi İstədiyiniz formada tuta bilərsiniz siz. Mən yumru istədim. Kotletlərim hazır. Kartuşkalarım orta boy kartuşkadır. Ortadan bölürəm. Baxsanız, bəyənsəniz, abunə olsanız sevinərəm. Duz istot səpirəm. Kartuşkalarıma qarışdırıram. Kartuşkalarım, kotletlərim hazır. Gördüyünüz kimi 200 ml noxudu axşamdan islatmışam. 3 ədəd soğan, orta boy doğrayıram. 1 ədəd qırmızı biber, 2 ədəd yaşıl biberim var. Bunları soyuducuda saxlamışam. Soyuducudan çıxartmışam. Gördüyünüz kimi biberləri də doğradım. 2 ədəd soydum pomidor doğradım. Çox ləzzətli yeməkdir. Yəni həm doyumlu, həm ləzzətli, həm də asan. Tavaya biraz duru yağ əlavə elədim. Kartuşkaları qızardıram. Qızardanda dadlı olur. Kartuşkaları qızardıb götürəndən sonra kotletlərimi qızardıram. Kotletlərimi də yaxşıca qızardandan sonra tavadan götürüb gördüyünüz kimi hamısı hazırdır. Altdan bir sıra soğan səpirəm tavanın altından. Gördüyünüz kimi yarısını isə döktüm, yarısı qaldı. Qızardılmış kartuşkalarımı düzürəm. Onun üzərinə kotletlərimi düzürəm. Noxudumu əlavə edirəm. Yarısını üzərinə tökəcəm. Pomidorlarımı düzürəm üzərinə. Arxasıcan biberlərimi tökürəm. Qalmış yarım soğanımı əlavə edirəm. Onun da üzərinə noxudu əlavə edib yenə də duz töküb 200 ml su əlavə edib vamxodda bişirəcəyəm. 2 xörək qaşığı da əridilmiş yağ tökürəm. Kərə yağı. Bu da mənim duzum. 1 çay qaşığı zərdəçal. Yenə deyirəm 200 ml su əlavə edib vamxodda bişirirəm. Çeşnişlə şüydü diri qoyuram. İyi çıxmaqdan ötürü qəşəng iyili olur, ətirli olur. Bişəndən sonra onu götürəcəm. Vamxodda mənim yeməyim hazırdır.
Noxudlarım lap qəşəng bişibdi. Gördüyünüz kimi göstərirəm burada sizə. Mənim yeməyim hazırdır. Göz haqqınızı halal edin. Siz də bişirin, nuş olsun. Biraz da göyərti səpirəm üzərinə. Mənim yeməyim hazırdır. İzlədiyinizə görə çox sağ olun.